Salam, hər vaxtınız xeyir olsun izləyicilər. Belə bir Kia Rio təqdim edirəm sizə. Bazar qiymətindən 2500-2000 manat aşağı qiymətə çıxıb avtomobilimiz. Qardaşlar, ilk öncə qeyd edeyim ki, avtomobilimiz 2013-cü il rəsmi servisdən alınıb. Bir şəxsdə olub, bir şəxs idarə edib. Yəni, ətraflı avtomobili sizə göstərəm, təqdim edeyim. Avtomobilimizdə udardan söhbət belə gedə bilməz. Parça, salon, kondisioner, gidravlika rol. Yəni bunu ona görə deyirəm ki, kondisioner, gidravlika rol. Bunun sadə, tam sadə formalarda gəlir. Bu amma gidravlikadır, kondisioneri var, multiroldur. Belə deyim də, Rio'nun fullundan çox da bir şey gözləmək lazım deyil. Ümumi olaraq avtomobilimizin vəziyyəti, salonu çox səlqəli vəziyyətdədir. Şəxsən özüm vurğuna, udarına özüm baxmışam. Heç bir udarı, vurğu yoxdur. Qardaşlar, əsas bakavinləri göstərəyim, motorxananı göstərim. Hər şey aydın olsun sizə. Bakavin hissəmiz, baxın bu vəziyyətdə, germetikaları falan. Motorxanamız, bakavin zat, hamısı əla vəziyyətdədir. 1.4 motor, servis, Kia Rio. Baxın, arxası da eyni ilə, belə deyim də, tərtəmiz. Sadəcə arxa stopun birinə palyovka lazımdır. Ümumi olaraq kosmetikası da əla vəziyyətdədir. Bazar qiymətindən qat-qat aşağı qiymətə çıxıb satışa. Təkərlər əla vəziyyətdə, mühərrik sürətlər qutusu da əla vəziyyətdə. Deməli, avtomobilimizin son qiyməti 11.900 manat, bir də ofis haqqı. Əlaqə nömrəmiz səhifədə qeyd olunub. Keçid alıb səhifədən əlaqə saxlayıb, gəlib avtomobilə Əcəmi 14 və 19 saylı məktəblərin yaxınlığında baxa bilərsiniz.